Salam uşaqlar. Dimin 9-cu siniflər üçün olan buraxılış kitabından həndəsənin əsas anlayışları bölməsinə gəlin birlikdə baxaq. Deməli, birinci sualımızda nə verib bizə? AB 12 sm, CB 4 sm olarsa AS'ni tapın. Gəlin şəklini çəkək. Mütləq məsələlərdə şəkil çəkmək lazımdır. Daha yaxşı anlayaq. AB 12. AB, yəni A-dan B-yə qədər olan uzunluq 12 cm-dir. CB də nədir? 4 cm-dir. 4 cm-dir, yazaq buradan. AC-ni istəyir bizdən. Yəni bizdən uşaqlar, baxın bu məsafəni istəyir. Biz bilirik ki, ümumi parça bölündüyü parçaların cəminə bərabər, düzdürmü? Deməli, AC-ni tapmaq üçün nə etməliyəm? 12-dən çıxmalıyam 4-ü. Çünki bu parça ilə bu parçanın cəmi AB parçasını verir 12 cm. O da bərabərdir nəyə? 8 cm. Yəni cavabımız oldu C variantı. İkinci sualımıza baxırıq. İkinci sualımızda deməli bizə verib AOB bucağı. Şəklimizi çəkək. AOB. AOB bucağından OC şüası çəkilib. Deməli, bucaq AOB bərabərdir 160 dərəcə. Bucaq AOC bərabərdir 90 dərəcə. Bura 90-dır uşaqlar. 90. Yazıram üzərində 90. Ümumi bucağı isə 160 dərəcədir. Yəni AOB. O zaman deməli biz yenə bizdən təbii ki BOC bucağını soruşacaq. BOC və yaxud COB dinləməliyəm. 160-dan çıxmalıyam 90-ı. O da yerine 70 dərəcə. Deməli burada 70-dir. Çünki yenə də parçadakı kimi ümumi böyük bucaq bölündüyü bucaqların cəminə bərabərdir. Həmin qaydadan istifadə edirik. Cavab oldu C variantı. Üçüncü sual eyni də yazmırıq. 4-cü suala baxaq. Yaxınlaşdıraq sualımızı bu formada. Aha. 4-cü sualımızda deməli bizə verib gördüyünüz kimi açıq bucaq. Açıq bucaq neçə dərəcəli bucaqdır? 180 dərəcəli bucaqdır. Baxın, mənim bu çəkdiyim hazırda açıq bucaq idi. İndi 2 şua keçib NB şuası 30 dərəcə əmələ gətirib. Bir də NC şuası, burada da 90 dərəcəli bir bucaq var. Bizdən CNK-nı soruşur. Diqqətlə baxın həmişə suala. CNK. Yəni bu bucağı soruşur. O zaman mən nə etməliyəm? Təbii ki o iki bucağı toplamalıyam. 90 dərəcə üstə gəlsin 30 dərəcə. Bərabərdir 120 dərəcə. Hə, buranı soruşsaydı onda 180 dərəcədən çıxardıq 120 dərəcəni. Tapardıq 60 dərəcə, amma bizdən onu soruşmadığına görə biz hesablanırıq. Deməli cavabımız oldu 120, yəni nə? B variantı. 5-ci sual eynisidir. 6-cı suala baxırıq. Uşaqlar, bu 2 il əvvəl buraxılış imtahanında düşmüş sualdır. 9-ların buraxılışında. Əslində sadə bir sualdır. C, D, Y, K nöqtələridir. Və gördüyünüz kimi A düz xətti verilib. F, P, M. Bizə deyir ki, nöqtələrdən neçəsi A düz xəttinə aid deyil. A düz xəttinə aid olan nöqtələr, uşaqlar, aid olmaq o deməkdir ki, üzərində olsun. F, P, M-dir. Onda aid deyilləri soruşursa, yəni onun üzərində olmayan nöqtələri biz sayacaq, düzdür. Neçə dənədir? 1, 2, 3, 4. Yəni C, D, Y, K nöqtələri aid deyil. 4 dənə cavab oldu C variantı. 7-ci suala baxıram. Dərəcə ölçüləri verilmiş bucaqlardan hansı qonşu bucaqlar ola bilər? Uşaqlar, siz bilirsiniz ki, qonşu bucaqların cəmi neçə dərəcə olmalıdır? 180 dərəcə. Yəni variantlarda cəmi 180 dərəcə ödəyən variantı seçəcəyik. Baxın, elə A bəndidir. 82 ilə 98-i toplayanda eləyir nə? 180 dərəcə. Digər bucaqlarda, digər variantları toplayın. Yəni, heç biri 180 eləmir. Ona görə qonşu bucaqlar cəmləri 180 dərəcəyə olan bucaqlardır. Məsələdə həmişə şərt yazın. Mütləq. Hər dəfə qaydanı təkrar edin ki, sonra hər hansı bir çaşqınlıq olmasın. 8. Yenə bizə görürük ki, açıq bucaq verib. Həmin bucağı çəkək. A, O, B bucağı. O, D şüası, bir də O, C şüası. Bizə deyir ki, bucaq A, O, C, yəni, baxın, qırmızı ilə göstərirəm bu. Bucaq C, O, D. C, O, D-ni də göy ilə göstərdim, belə deməkdir. O birini də yaşılla göstərək. D, O, B də bu bucaqdır.
Düzdür uşaqlar? Bizə deyir ki, bu bucaqlar bir-birinə bərabərdir. Bərabərdirsə hamısına x, x, x və yaxud alfa, alfa yaza bilərdim. Bəli, yazdım. Bunların cəmi haqqında nə deyə bilərəm? Mən bunların cəmi haqqında deyə bilərəm ki, hansı bucağı yaratdı cəmi? Təbii ki, açıq bucağı yaratdı. 180-ə bərabərdir. 3x bərabərdir 180-ə, x də bərabərdir 60-a. Ona görə də cavabımız oldu nə? D variantı. Keçirik 9-a. 9-cu məsələdə nə verib? Deməli, baxaq. Açıq bucaq AOB bucağıdır. AOB bucağı, yəni bu təbii ki görürük. Bucaq AOC COD-yə bərabərdir. Bax, bərabər deyəndə mütləq onu qeyd edək. AOC COD. İkisinə də yazın ki XX, düzdür? Və bizdən COB-ni istəyir. Uşaqlar, baxın, əgər DOB bucağı 90 dərəcədirsə, onda AOD bucağı da 90 dərəcə olur. Çünki cəmi 180 eləməlidir axı, düzdür? Yəni x üstə gəl x bərabərdir 90-a. 2x bərabərdir 90-a, x də bərabərdir 45 dərəcəyə. COB bucağını istəyir bizdən. Sualı diqqətlə oxuyaq. COB. COB hansı bucaqdır? C-dən, baxın B-yə, COB. Yəni 2 dənə xət görürəm. Neynəməliyəm? Toplamalıyam. 45 dərəcənin, çünki bura 45 idi axı, 45 dərəcə. Üstünə gəlirəm nəyi? 90 dərəcəni. Burada da alıram nə? 135 dərəcə. Yəni cavabımız oldu A variantı. 10-cu sual. Deməli, verib bizə AOB bucağı çəkək və OC şüası 30 dərəcə əmələ gətirib. İndi şərtimi oxuyuram. Deyir ki, OC şüası AOB bucağının tənböllənidir. Uşaqlar, tənböllənin qaydası nə idi? 2 bərabər bucağı ayırır. Yəni OC-dirsə tənbölən. Deməli, bu bucaqla bu bucaq bərabərdir. Yəni burada neçə dərəcə olmalıdır? 30 dərəcə. Və sualda AOB-ni istəyir. AOB. AOB neçə bucağın cəmi oldu? 2 bucağın. 30 üstə gəl 30 bərabərdir 60 dərəcə. Yəni D variantı. 11 eynidir. 12-ci sual AC. Deməli 12-ci sualda baxın bizə AC-ni verib. AC-nin üzərinə yazıram 7 cm. CB-ni isə 4 cm verib. AB nəyə bərabər? Şöyle görürsünüz də AB 2 parçanın cəminə bərabər olacaq təbii ki. Nə qədər? 11 cm D variantı. 13-cü məsələmizdə MY parçası YN-dən 3 dəfə kiçikdir. Şəklimizi çəkək. M, Y və N. MY YN-dən 3 dəfə balacadır. 3 dəfə. Deməli, biri x olmalıdır, biri isə 3x. Dəfə deyəndə vurun. Biri x olmalıdır, digəri 3x olmalıdır. Hansı balacadır? MY deyir də, cümlədə balacadır. Deməli, balacaya x yazıram, böyüyə yazıram 3x. YN parçasının uzunluğu 24-dür. YN-ə mən nə yazmışam dostlar şəklinin üzərində? 3x yazmışam da, düzdür? 3x bərabər eləməliyəm nə? 24. Çünki mən deyir axı 24-dür. Bunları nə edirəm? Bərabərləşdirirəm. X-i tapıram 8. Məndən MN-i istəyir. MN, baxın M-dən N-ə qədər neçə x görürsünüz? 4x görürsünüz, doğrudur. Və 4 vur x-dir bu. Yəni x-in yerinə qoyuram 8. Bu da eləyir neçə? 32. Cavabımız oldu E variantı. 14 eynisidir. 15. Fərqi 30 olan qonşu bucaqları tapın. Yəni bu sual variantını da işləyə bilərsiniz. Çünki gözümüzün qabağındadır. Fərqi 30 olmalıdırsa cəmi neçə olmalıdır? 180. Ya da deyirsiniz ki, yox, mən özüm həll eləmək istəyirəm. O zaman belə yazırıq. Fərqi 30 olan 2 bucaq. X, Y də yaza bilərsiniz. Uşağı alfabetdə də. Alfa çıx betdə 30. Və sözlə qeyd eləməlisən ki, alfabetdə qonşu. Bəs mən qonşu bucaqlar haqqında nə bilirəm? Cəmləri nədir? 180 dərəcə. Sistem tənlik həll edərik. Mənfi beta ilə beta toplayanda 0 eləyir. Alfa ilə alfanı toplayıram. 2 alfa eləyir. 180 ilə də 30 toplayıram. Nə eləyir? 210. Alfa da bərabərdir. 210-u bölürəm 2-yə. Alıram 105 dərəcə. Uşaqlar, biri 105-dirsə, digərini də tapmaq üçün nə edəcəm? Təbii ki, 180-dən çıxacam 105-i, tapacam 75 dərəcə. Gördüyünüz kimi 105, 75 hansı variantdadır? B variantdır.
Ya da variantla da işləyə bilərdiniz. Yəni fərqi 30 eləyən, cəmi də 180 eləyən variantı seçərəm ki, yalnız orada nədir? B variantıdır. 16 eynisidir, 17 eynisidir. 18-ə baxacağam. Dəqiqə yaxınlaşdıraq. 18. Deməli, iki paralel düz xəttin üçüncü ilə kəsişməsindən alınan bucaqlar A, B, C, D və burada M, N verilib. Bura yazıb beta, burada yazıb alfa. Deyir ki, alfa 70-dir, betanı tap. Suallara mən həmişə deyirəm ki, uşaqlar, iki paralel düz xətt üçüncü ilə kəsişəndə, əgər biri iti, biri kördürsə, onda onların cəmləri 180-dir. Yəni, onu axtarmaq lazım deyil, hansı növ bucaqdır. Görürsünüz, bura 70 dərəcədir. Görürəm, bu kör bucaqdır da. Deməli, 180-dən 70-i çıxacam 110. Ya da sən dəqiqliklə bilmək istəyirsənsə, bura 70-dirsə, burada 70 olur. Yəni, alfanı betaya yaxınlaşdırıram. Necə bucaqlar aldım? Daxili bir tərəfli bucaqlar. Daxili bir tərəfli bucaqların cəmi neçə dərəcə idi? 180 dərəcə. Bu da elədi 110 dərəcə beta. Yəni cavabımız oldu A variantı. 19 eynisidir. 20 qonşu bucaqlardan, qonşu, cəmləri 180-də artıq bilirəm. Biri digərindən 9 dəfə böyükdür. 9 dəfə deyir. Desək 9 dərəcə böyükdür. Onda birini x götürərəm, birində x plus 9 götürərəm. 9 dəfə deyirsə nə yazmalıyam? 9x bərabərdir 180-ə. 10x bərabərdir 180-ə. X də bərabərdir 18-ə. Deməli, x tapdıq 18, hər iki bucağı istəyir. Ona görə 9-u da vururuq 18-ə və yaxud siz 180-dən də çıxa bilərsiniz. Bu da eləyəcək nə? 162 dərəcə. Cavab oldu B variantı. Deməli, növbəti sualımız da eynidir. Keçirəm 22-ci suala. 22-ci sualda bizə verib ki, uyğun tərəfləri perpendikulyar olan bucaqlar. Uyğun tərəfləri perpendikulyar olan bucaqlar ya cəmləri 180-dir, ya da bərabərdir. Yəni, perpendikulyar sözünə aldanmayın uşaqlar. O bizim hansı keçdiyimiz qaydaydı? Uyğun tərəfləri perpendikulyar və paralel olan bucaqlar. Ya cəmləri 180-dir, ya da nədir? Bir-birinə bərabərdir. Deməli, biri x-dır, deyir, bu bucaqlardan biri digərinə 17 dəfə kiçikdir. Deməli, bu bərabər ola bilməzlər, düzdür. Biri x, biri 17x-dir. Cəmlərini nəyə bərabər edirəm? 180-ə. 18x bərabərdir 180-ə, x də bərabərdir 10 dərəcəyə. Deməli, kiçik bucağı tapın. Biz də kiçik bucağımızı tapdıq. 10 dərəcədir. Cavabımız oldu C variantı. 24-ə baxırıq. 24-cü sualda bizə verib, baxaq görək. Alfa, beta, gamma. Mən birinci bu məsələni oxumamışdan qabaq şəkildən nə qayda görürəm? Görürəm ki, alfa üstəgəl beta üstəgəl gamma bərabərdir 180. Bunu görməliyik təbii ki. Çünki açıq bucaq verib bax mənə. Və mənə şərtdə nə verib? Alfa plus gamma bərabərdir betaya. Yəni alfa ilə gammanın cəminin yerinə nə qoya bilərəm? Beta qoya bilərəm. Beta üstəgəl, burada qaldı bu beta da, hə? Üstəgəl beta bərabərdir 180. 2 beta bərabərdir 180. Beta da bərabərdir 90 dərəcəyə. Yəni cavabımız oldu B variantı. 25-i də deməli eyni sualdır, yazırsınız. 26-cı sualda baxaq. Alfa çıxılsın beta bərabərdir 10 dərəcə, düzdürmü? Alfa üstəgəl beta nəyə bərabərdir? 90 dərəcəyə. Səbəb də odur ki, şərtdə mənə cümlədə başda deyir ki, A, B, C, A, B, C bucağı düz bucaqdır. Düz bucaq nə deməkdir uşaqlar? Yəni 90. 90 dərəcədə hansı bucaqların cəmidir? Burada gördüyünüz kimi alfa ilə beta. Görsən, o düz bucağı bizə boşuna demir. Mən də onu burada yazmalıyam da. Alfa üstəgəl beta bərabərdir 90. Yenə oldu mu sistem tənlik? Mənfi alfa ilə deməli, mənfi beta ilə beta getdi. Alfa ilə alfanı topladım. 2 alfa bərabərdir 100-ə. Alfa da bərabərdir 50-yə. Bizdən də alfanı istəyirdi. Ona görə də cavabımız oldu B variantı.
27 də eynisidir. Keçirik 28-ə. 28-də necə bucaqlar görürsünüz? Yaxşı baxın. Qonşu bucaqlar. Düzdür? Bucaq 1, bucaq 2 ilə nədir? Qonşudur. Bəli, qonşu bucaqlardırsa, bura 137 dərəcədirsə, bunu da tapmaq üçün nə edəcəm? 180-dən təbii ki, çıxacam 137. Çünki qonşu bucaqlar. Qonşu olduğun hardan görürəm? Görürsən də düz xəttdir də. Düz xətt açıq bucaq demək deyildi. Deməli, qonşu bucaqdır. Burada oldu 43 dərəcə C variantı. 30-cu suala baxıram. 30-cu sualda iki düz xəttin kəsişməsindən hansı növ bucaqlar yaranırdı uşaqlar? Qonşu və qarşılıqlı bucaqlar yaranırdı. Düzdürmü? Və bu 4 bucağın cəmi nəyə bərabərdir? Həmişə bilin. İki düz xətt kəsişəndə 4 bucaq var. Doğrudurmu? Bunların cəmləri 360 dərəcədir. Çünki burada baxın çevrə yaradır. Bucaq 2, bucaq və 2 dənə də açıq bucaq var. Bucaq 1, bucaq 2, bucaq 3, bucaq 4 bərabərdir nəyə? 180 dərəcəyə. Bəs şərtləmə nə verib? Onu yuxarıdan köçürək. Bucaq 1 üstə gəl, bucaq 4 üstə gəl, bucaq 2 bərabərdir 300 dərəcə. Ay, üzr istəyirəm, burada səhv yazdım. 360 dedikdə 360 dərəcə olmalıdır bu 4 bucağın cəmi. Bucaq 1, bucaq 4, bucaq 2, bucaq 1, bucaq 2, bucaq 4. Bunların cəminin yerinə 300 qoysam, yerdə bucaq 3 qalır. Bərabərdir 360. 360-dan da 300-ü çıxıb, nəyi taparıq? Bucaq 3-ü taparıq. Yəni, bucaq 3 də 60 dərəcədirsə, uşaqlar, bucaq 1 də 60 dərəcədir. Onun yanındakı isə, təbii ki, nədən çıxmalıyam? 180-dən çıxmalıyam. 60-ı burada 120-dir. Bizdən bucaq 3 istəyirdi. Elə cavabımız oldu nə? A variantı. 31 də eyni sualdır. 32, baxaq. 32-ci sualda A, O, B və C şurası verilib. Deyir ki, bucaq AOC. AOC buradır. 25 dərəcə. Bucaq COB, COB o da buradır 30 dərəcə. AOB-ni tap. Burada AOB bucağı bu iki bucağın nəyinə bərabərdir? Təbii ki, cəminə bərabərdir. Burada elədi nə? 55 dərəcə. Yəni cavab B variantı. 34. AB parçası 5 bərabər hissəyə bölünmüşdür. AB parçası 5 bərabər hissəyə bölünmüşdür. 5 bərabər hissəyə bölünürsə, deməli 4 yerdən kəsilib. 5 bərabər hissəyə bölünüb, uşaqlar hamısına 1 yaza bilərsiniz. 1, 1, 1, 1, 1 və yaxud x, 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 x də yaza bilərsiniz. MB, MB, MB bölünsün AN. Uşaqlar, MB nədir? 1 üstə gəl, 1 üstə gəl, 1 üstə gəl, 4 bölünsün. AN nədir? AN. Baxın, A-dan enə neçədir? 2. Cavabımız da elədir 2. A variantı. 36. Yenə iki düz xəttin kəsişməsindən bucaqlar görürəm. Əgər biz birin biliriksə, təbii ki, bunun hamısını tapa bilərik. Uşaqlar, alfa çıx betanı istəyir. Lap yaxşı. Əgər bura 30 dərəcədirsə, bu bucaq da 30 dərəcədə, niyə qarşılıqlı bucaqlardır? Deməli, beta oldu 30 dərəcə. Bu 30-dursa, bu da bunun nə idi? Qonşusu. Yanındakı nə idi? Qonşusu. Qonşusunu da tapmaq üçün 180-dən çıxacaqsan. 30-u alacaqsan 150. Deməli, alfa oldu 150, beta da oldu 30. Bunların fərqlərini istəyir. Cavab da elədi nə? 120 dərəcə, yəni A variantı. Növbəti sualımıza keçək. 37 eynidir. 38. 8, 39 eynidir. 38-i yazıram. Deməli, BD şüası ABC düz bucağından. ABC düz bucağını çəkək. ABC düz bucağı. BD şüası. Bir dənə də buradan BD şüası çıxartdım. ABC düz bucağından onun 18-də 5 hissəsini təşkil edən ABD bucağını yaradıb. Deməli, uşaqlar, bucaq ABD
Düz bucağın 18-də 5 hissəsidir. Düz bucaq nədir? 90. 90-ın 18-də 5 hissəsi nə deməkdir? Ədədin hissəsini tapmaq üçün ədədi hissəni göstərən ədədə vurmalıyıq. 90-ı bölürük 18-ə 5. 5-i də 5-ə vurduq. Neçə elədi? 25 dərəcə. Biz ADB-ni tapdıq. Çünki deyirdi ki, ADB bucağını ayırıb 18-də 5 hissəsi olan, düzdürmü? Məndən DBC-ni soruşur. Bu iki bucağın cəmi 90 dərəcə olduğuna görə DBC bucağını da tapmaq üçün 90-dan çıxıram 25-ini. Burada da alıram 65 dərəcə. 65 dərəcə. Yəni nə oldu? C variantı oldu. Aha. 39 eynidir, yazırıq uşaqlar. 40-cı sual. Uyğun tərəfləri paralel olan, yenə dedik, hansı teoremi bilirik? Uyğun tərəfləri paralel olan bucaqlar ya bərabərdir, ya da cəmləri 180 dərəcədir. İki bucaqdan biri 50 olarsa, ikincisini tapın. Bax, görürsünüz, deməli, biri 50-dirsə, o biri də ya 50-dir. Bərabər halında yazdıq. Digər halında isə nə olmalıdır uşaqlar? 180-dən çıxmalıyıq 50-ni, yəni 130. Yəni bu ikisi ola bilər. Bu da şəkli belə idi yadınızdadırsa. Uyğun tərəfləri paralel olan bucaqlar eyni növlüdürsə, yəni ikisi də itidirsə bərabərdir. Bu halda isə görürsünüz yenə bu tərəf buna paraleldir. Amma burada biri iti, biri kördür. Yəni iki cür ola bilər də. Ya bərabər ola bilər, ya da cəmləri 180. Ona görə 50 və ya 130 olacaq. Yəni cavabımız oldu B bəndi. 42. Bucaq COB çıxılsın, bucaq COB çıxılsın, bucaq AOC-ni istəyir bizdən uşaqlar. Baxaq bir dəqiqə. Deməli, bura 90 dərəcədir. Öz işarəsini qoyub, çünki bu işarənin adı nə idi? 90. Onda mən bucaq COB-ni ilk öncə taparam. Bucaq COB, yəni bu deməkdir. İki bucağın cəmi olacaq. 90 üstə gəl 40. 130. Bu hissəni tapmaq üçün uşaqlar nə edəcəm? 180-dən. Çünki bu da axı 180 dərəcə deməkdir. Bucaq AOC-ni tapmaq üçün 180-dən çıxıram 130-u. Alıram 50 dərəcə. Dostlar, burada olur 50 dərəcə. Həqiqətən baxın, toplayanda hamısı 180 elədir. İndi yerinə qoyaram. 130 dərəcədən çıxıram 50 dərəcəni. Cavabımız da elədir nə? 80 dərəcə. Yəni A variantı. 42-yə baxırdıq da, bəli. Eynidir. 44. 44-cü suala nəzər yetirirəm. 44-cü sualda bizə yenə iki paralel düz xətt verib. Baxaq, iki paralel düz xətt verib. Hansı növ bucaqlardır? Baxan kimi bilirik ki, uşaqlar, daxili bir tərəfli. Daxili bir tərəflidirsə, mən onu riyazi olaraq necə yazıram? Alfa üstə gəl beta bərabər 180. Görürsünüz, məsələni oxumamış artıq gördüm ki, daxili bir tərəflidir şəkildən. Bunların cəmi 180. Veriləri yuxarısında yazıram. Deyir, beta bərabərdir 2 alfaya. Yəni, betanın yerinə nə qoy? 2 alfa qoy. 3 alfa bərabərdir 180. Alfa da bərabərdir 60. Cavab oldu B variantı. 45 eynidir. 46-ya baxırıq. BOD, bucaq BOD bərabərdir bucaq COD-yə. Mən həmişə bərabər bucaqlara x ya da alfa yazaram. Yazam x. Gördünüz, şəklin üzərində mütləq yazmalıyıq ki, görə bilək. Deməli, nə dedik? COD bərabərdir BOD, yazdım x. Bucaq COB. C-dən başladım, B-də qutardım. 120 dərəcəymiş uşaqlar. Onda nə yazacağım? X üstə gəl, x bərabərdir 120-yə. 2x bərabərdir 120-yə. X da bərabərdir 60 dərəcəyə. Deməli, bir bucağımı tapdım. Əla. Mən bu tərəfi tapmışamsa, buranı da yenə tapa bilərəm.
nə edərəm? 180-dən çıxaram. Bucaq AOC bərabərdir. 180-dən çıxaram 120-sini. Yəni ümumi buranı çıxaram ki, yerdə qalanı tapım. Burada olar 60 dərəcə. İndi dostlar, bizdən nə istəyir? Bucaq AOD. Bucaq AOD nə ilə nəyin cəmdir? Gəlin qırmızı xəttdən eləyək, qarışmasın. A-dan başlayıb D-də bitdim. Hə, burada 60 idi, burada 60 idi. Onda 60 ilə də 60-ı toplayaram. Alaram nə? Yenə 120 dərəcə. Yəni cavabım oldu C variantı. 47 48 oxşardır deyə 47-yə baxaq. Deməli, şəklimizi çəkirik. A, B, C, D. B-dir. Deyir ki, bizə CBD, CBD. Baxın, budur. CBD. Nədən? ABD-dən. ABD-də buradır, dostlar. ABD-dən 3 dəfə kiçikdir. Onda buraya yazacağam X qırmızıya. Göyə də yazacağım 2X. Çünki deyir axı kiçikdir. CBD. ABD-dən kiçiyə X yazdım. Böyüyə də 3X yazdım. ABC. ABC bucağı da budur. 80 dərəcədir deyir. Onda 4x bərabərdir 80. 3x-dan x topladım. 4x bərabərdir 80. X də bərabərdir 20-yə. CBD-ni soruşur. CBD də gördüyünüz kimi şəkildə x olaraq göstərilibsə, cavabımız elə oldu 20 dərəcə. Yəni Y variantı. Baxıram 49-a. 49-da verib A, B, C və 2 şua var uşaqlar burada. Biri BM-dir, biri də BN şuası. Deyir ki, bucaq ABM, mən bunları yenə ayrı rənglə göstərim, aydın olsun. ABM, yəni bura. Bərabərdir MBN, yəni bu bucağa. O da bərabərdir NBC, o da bu bucağa bərabərdir. Üçü də bir-birinə bərabər imiş. 18, 18, 18. ABC-ni istəyir. Ən böyük bucağı istəyir bizdən. Onda nə edəcəm? 18-in üstünə gələcəm. 18, üstünə gələcəm 18. Yəni 18-i vuracam 3-ə də. Bu da eləyir nə? 54 dərəcə. ABN-i istəsəydi 18-i 2-yə vurardıq. Cavabımız oldu D variantı. 50. 50-ci suala baxsaq. Uyğun tərəfləri paralel olan iki bucağın fərqi 18 dərəcədir. Bayaq da dedik ki, uyğun tərəfləri paralel olan bucaqlar ya bərabərdir, ya da cəmi 180. Bunların fərqləri 18 isə demək bərabər deyil, cəmləri 180-dir. Bunu yazıram. Yəni bu sözün mənası, uyğun tərəfləri paralel olan sözün mənasını yazdım. İndi dediyi ikinci cümləni, yəni iki bucağın fərqi yazıram. Alfa çıx beta bərabərdir 18. Yine sistem tənlik kimi həll eləsək, alt-alta toplayırıq. Alfa da bərabərdir 198-i bölürük nəyə? 2-yə. O da edir nə? 99 dərəcə. Böyük bucağı istəyir. Biz də elə böyük bucağı tapdıq. Digər bucağı da 81 dərəcə olacaq idi. Cavab oldu A. 51. 51-ci bucaqda sualda deməli alfa plus 10 dərəcə, beta plus 20 dərəcə. Sən bu şəkildən nə görürsən? Yəni alfa plus beta, bəzən uşaqlar baxır ki, alfa plus beta mən tapa bilməyəcəm. Burada nədir? 2 dənə dəyişən var. Xeyr. Yəni həmişə şəkildə nə görürüksə, mütləq onu birinci qeyd eləməliyik. Mən şəkildən bir dənə bunu bilirəm ki, bu bucaqların cəmi 180-dir. Onu yazım da, deməyim, yazım. Həmişə yazın. Yazıram, görün başıma nə iş gəlir. Bərabərdir 180. Alfa ilə betanı yan-yana yazın. Bu 10 ilə də 20-ni toplayım. Elədi 30 dərəcə. Bərabərdir 180. Alfa üstə gəl, beta bərabərdir. 180-dən 30-u çıxırıq, eləyir 150 dərəcə. Baxdıq ki, elə sualımızın cavabını neynədik? Tapmış olduq. Cavab oldu C variantı. 52-ci sual.
52-ci sualda 155 dərəcəli bucağın tərəfləri arasından keçən şua onu dərəcə ölçülərinin fərqi 15 dərəcə olan iki bucağa ayırır. Böyük bucağın dərəcə ölçüsünü tapın. Yaxşı. Mən uşaqlar deyir ki, bu 155 dərəcədir. Bax, bura 155'dir. Böyük bucağım. Bir dənə deyir şua keçirdim. Bunların şua keçirdəndən sonra 2 dənə bucaq görürsünüz də burada, düzdür. Onların fərqi 15'dir. O zaman birinə yazaram x, birinə də yazaram nə? Fərqləri 15'dirsə, birinə x plus 15, birinə də x yaza bilərsiniz. Birinə x çıx 15 yaza bilərsiniz. Fərqi yoxdur. Yəni sizdə ki, çıxanda 15 alsın bu rəqəmləri. Baxın, bu rəqəmləri çıxanda 15 alınmır. X üstə gəl 15, üstə gəl x. Çünki axı bu iki bucağın cəmi 155'dir. Bərabərdir 155'ə. 2x üstə gəl 15 bərabərdir 155'ə. 2x bərabərdir 155'dən 15 çıxırıq 140 dərəcə. Onu da bölürük 2'yə 70 dərəcə. Deməli, bura oldu 70. O zaman 70'in də üstünə 15 gələcək. Burada olacaq 85 dərəcə. Hansını istəyir? Böyük bucağı. Cavabımız oldu 85 dərəcə. C variantı. 120'də də eynən oxşayır onu. Düşünürəm ki, yaza bilərik onu. 1-in 2'yə nisbətdədirsə 1k, 2k cəmini nəyə bərabər eləyəcək? 120'yə. 54'ə baxıram. A, C, B. Deyir, AC parçasının uzunluğu AB-nin 20%'dir. Aha. AC parçasının uzunluğu AB-nin 20%'dir. Uşaqlar, bir ədədin 20%. 20% biz ümumiyyətlə ədədə çevirsək, neyərik? 20'ni bölərik 100'ə də. Düzdür. Faizə ədədə çevirmək üçün 100'ə bölürük. Ədədə faizə çevirmək üçün 100'ə vururuq. Yəni, bu o deməkdir ki, AC, bu AB-nin 5'də 1'idir. Yəni, 5'dən 1'idir. Yəni, bura x-dır. Bura 5x-dır. Bu o deməkdir. 5'dən 1'i. 5 hissəyə bölmüşəm, bir dənəsi AC-dir. Yəni, bu x-dır, bu da 5x-dır. Bu formada götürə bilərsiniz. AB 25'dir. 5x bərabərdir 25'ə. Çünki AB 5x-dır. X da bərabərdir 5'ə. CB-ni istəyir bizdən. Tamam, indi mən bir də çəkəcəm şəkli ki, qarışmasın oradan. Uşaqlar, bura x idi, bura oldu 5, burada o 25 idi, özü bizə vermişdi. Bizdən buranı istəyir. Təbii ki, 25'dən 5'i çıxacam, burada qalacaq nə? 20. Yəni, oldu cavabımız Y variantı. 56. Əl-altıda bucağın tərəfləri arasından keçən şua onun kiçiyinin dərəcə ölçüsü 12 dərəcə olan iki bucağa ayırır. Bu verilən bucağın 17'də 3 hissəsidir. Bucağın dərəcə ölçüsünü tapın. Bucağın tərəfləri arasından keçən şua keçirdim. Onun kiçiyinin dərəcəsi kiçik, hal-hazırda bu oxşayır bu bucağa. Buraya yazaq 12. 12 olan bucağa ayırır və bu verilən bucağın. Uşaqlar, verilən bucaq buydu da, onu bilirik, yox. X qəbul edirəm. Verilən bucağın 17'də 3 hissəsidir. Yəni 17'də 3'ə vururam X-i, çünki ədədin hissəsini tapmaq üçün ədədi hissəni göstərənə də vururuq. Və başda deyirdi ki, kiçiyinin dərəcə ölçüsü 12 olan bucağa ayırır və bu, yəni bu 12 verilən bucağın 17'də 3 hissəsidir. X-də tapmaq üçün 12'ni vururuq. 3'də 17'yə bölürəm. Tərsinə çevirdim. 12 böldüyü 3'ə 4. 4'də 17'yə vurduq. Neçə dərəcə oldu? 68 dərəcə. Cavabımız oldu Y variantı. Keçdik 58'ə. Deməli, ABCD FY düz xətləri O nöqtəsində kəsişirlər. FOD 60 dərəcədir. Yazaq bunları. FOD burada da 60 dərəcə. Sonra CO'yu, bunu altda yazmalıyım. CO fərq daha çünki. CO'yu çıx DOB bərabərdir 10 dərəcə. CO'yu haradır? CO'yu bax. CO'yu, CO'yu bilirik.
Çünki FOD ilə COY bərabərdir. Qarşılıqlı bucaqlar daxı. Əla. Yəni bura qoydum 60. 60-dan nə çıxsam 10 eləyər 50. Deməli bucaq DOB-ni də tapdıq. 50 dərəcə. DOB haradır? DO. Mən bir də eyni hərf yazmışam burada görürəm ki. Bura B-dir. Hə, DOB buradır. DOB deməli neçə dərəcədir? Tapdıq 50 dərəcə. Burada oldu 50 dərəcə. Bizdən hansı bucaq istəyir? AOF, yəni buranı istəyir. Mən baxıram ki, bura 50-dirsə uşaqlar, burada 50-dir də qarşılıqlı bucaqlardır. Artıq burada bizim 3 bucağımızdan 2 bucağımız var. Üçüncünü də tapmaq üçün 180-dən çıxacam. Çünki COD necə bucaqdır? Açıq bucaqdır. Bucaq AOF-i tapmaq üçün 180-dən çıxacam. 50 üstə gəl 60-ı. Yəni 110-u çıxacam. Bu da eləyəcək nə? 70 dərəcə. Cavabımız oldu 70 dərəcə, yəni C variantı. AOF-i istəyirdi bizdən. Aha. 59-a da baxıram. ABC açıq bucağını görürsünüz uşaqlar. Baxaq. Mən əvvəlcə dərəcə olanları köçürürəm, sonra başa oxuyacağam. CBK 30-dur. CBK. Yəni buradan söhbət gedir. Bura neçə dərəcədir? 30 dərəcə. CBK. KBN. KBN. O da onun yanındakı bucaqdır. KBN. KBN də nədir? 50 dərəcədir. Burada yazıq 50 dərəcə. Bucaq ABM-i istəyir bizdən. ABM, yəni sual buradan gedək görək nə deyir. Deyir ki, ABC açıq bucaq. Bəli, BM şüası, BM. BM-i rəngləyirəm, baxın. BM şüası ABN-in tən bölənidir. Yəni, bunlar bir-birinə uşaqlar bərabərdir. Artıq məlumdur məsələmiz. Deməli, hamısının cəmini nəyə bərabər edəcəm? 180-ə. Tən bölən bərabər bucaqlara bölürdü axı. 2x üstə gəl 80 dərəcə bərabərdir 180 dərəcəyə. 2x bərabərdir 180-dən çıxıram 80-ni 100 dərəcə. X də bərabərdir 50 dərəcə. Bucaq ABM 50 dərəcə. Yəni cavab oldu B variantı. 60 daha doğrusu 100 dərəcə 40 dərəcə. Bura isə X yazaq. Çünki onu axtarırıq. Burada qaydamız necə idi? Bu ikisinin cəmindən bu bucağı çıxanda 180 dərəcə alınmalıdır. Düzdürmü? Yəni 100 üstə gəl X çıxılsın 40 bərabərdir 180-ə. 60 100-dən 40-ı çıxdım. 60 üstə gəl X bərabərdir 180-ə. X də bərabərdir nəyə? 120 dərəcəyə. Cavabımız oldu C variantı.